Hər vaxtınız xeyirli olsun əziz səyahət sevənlər. Vuga Travel yenidən səyahətdədir. Moskva Severnoye Varota avtovağzalı. Buradan yollanırıq Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburq şəhərinə. Biletimizi aldıq, yollanırıq avtobusa doğru. Biletin qiyməti 2000 rubuldur. Hardasa 8 saat yol getməliyik. Avtobus bomboşdur. Cəmi 4 nəfər adam var. Sankt-Peterburqa xoş gəlmisiniz. Ümid edirəm maraqlı bir vlog alınacaq. Hər kəsə xoş izləmələr. Mənsə səyahətimə başlayıram. Deməli dostlar, buradan Sankt-Peterburqdan yollanacağım 1 saat uzaqlıqda yerləşən Şlizerburq şəhərinə. Bir dənə səhər yeməyimizdə yeyək, yolumuza davam edəcəyik. Qatarımız budur. Biletin qiyməti 175 rubuldur. Köhnə bir qatardır. Amma neynək? Getmək lazımdır. Leningrad vilayəti Şlizerburq şəhərinə xoş gəlmisiniz. Qarşıda adada yerləşən bir qala var. İndi həmin qalaya doğru gedirəm. Amma bura getmək üçün biz Priçala getməliyik. Priçal tam qarşıdadır. Oradan gəmi vasitəsilə yollanacağıq. Da qarşıda görsənir. Areşik qalası. İndi yaxınlaşırıq Priçala doğru. Adaya getmək üçün biletimizi aldıq. Gediş və dönüş üçün biletin qiyməti 600 rubuldur. Один. Взрослый? Да. Giriş pulludur. Biletin qiyməti 400 rubuldur. Çoxdandır arzulayırdım ki, bu şəhərə gəlib çıxam. Bu günə qismət oldu. Gəlib çıxdım buralara. Tarixi 700 ildir bu qalanın. Kiçik bir adada yerləşir. Şəhər Şlizerburq şəhəri tam yaxınlıqda yerləşir. Amma quru yol yoxdur. Ancaq qayıqlarla, gəmilərlə bura gəlmək mümkündür. Hələ buna baxın, balaca qağaydır bu. Çıxılı qağayı. Hərə qaçırsan, bala. Uşaqlar oynayır. Yəqin ki, uşaqlara da çox maraqlı gələn muzeylərdən biridir. Təbii ki, muzey də adada yerləşir. Bu daha çox marağa səbəb olur. Qalanın bir çox hissəsi birazdan yaxınlaşacağım. Artıq sökülüb, dağılmış vəziyyətdədir. Amma çox bir hissəsi tam sağlam şəkildə qalıb. İçəridə hər 2 saatdan bir pulsuz ekskursiyalar da mövcuddur. Qoşulmaq istəmədim, çünki rahat özüm üçün gəzib dolaşıram. Buranın tarixindən məlumatım var. İnternetdə çox araşdırmışam. Neva çayının və Ladoga gölünün birləşdiyi nöqtə. Çox gözəl bir mənzərədir. Şlizerburq şəhəri. Gəzib dolaşmaq lazımdır. Adama gəzmək qalır. Burada çoxlu sayda balıqçılar da görmək mümkündür. Çayın, gölün suyu çox təmiz, şəffafdır. 2-3 metrə uzaqlığı rahat şəkildə görmək mümkündür.
Şlisselburq çox kiçik bir şəhərdir. Sankt-Peterburqdan dediyim kimi 50 kilometr uzaqlıqda yerləşir. Bura gələn turistlər əsasən bu qalanı görməyə gəlir. Mən də həmçinin internetdə təxminən qarşıma çıxmışdı. İllər əvvəl istəmişdim həmişə ki, buralığı da gəlib öz gözlərimlə görəm və gəlib çıxdım buralara. Neva çayı sahillərində. Mən bu yaxın ərazilərində ümumiliklə Leningrad vilayətinin çox şəhərlərində olmuşam. Sankt-Peterburqda da həmçinin. Çox gözəl bir mənzərədir. Adada kafe də var. İçəridə girib nəsə yemək yemək, çay içmək də mümkündür. Ya da ki, yeməyizi alıb belə oturacaqlarda oturub istirahət edirsiniz. Kafedə qiymətlər çox bahadır, münasib deyil. Başa düşürəm, bura adadır. Amma ki, biraz səbr edib şəhərdə də yemək daha məqsədə uyğundur. Şlisselburq Alman mənşəli bir sözdür. Tələffüz forması biraz çətindir. Amma 3-4 dəfə təkrarladıqdan sonra rahat demək mümkündür. Gəzdim, dolaşdım. İndi yenidən şəhərə Şlisselburqa qayıdacağıq. Bu gördüyünüz qayıqla. Qayıtdıq şəhərin əsas hissəsinə. Bura artıq Şlisselburqun şəhərin əsas hissəsidir. Burada çoxlu sayda qonaq evləri, kafe də var burada. Qarşıda mağaza da var. Adada hər şey çox bahadır. Buradan alıb içəri apara bilərsiniz. Otel Overtime. Elə bax. Oteldən danışmışkən tam qarşıma çıxdı. Sakit, şəhərdən uzaq bir istirahət axtarırsınızsa, buyurub Leningrad vilayətində yerləşən Şlisselburq şəhərinə və eləcə də Leningrad vilayətinin başqa şəhərlərinə də getməyi sizlərə tövsiyə edirəm. Bu coğrafiya çox möhtəşəmdir. Təbiəti, mətbəxi, insanları mülayimdir buralığın. Bir sözlə şiddətli tövsiyə edirəm sizlərə Leningrad vilayətini və Sankt-Peterburq şəhərini yaddan çıxartmaq olmaz. İndi yenidən qaydırıq Sankt-Peterburqa. Bugünkü tarix 7 iyun 2026-cı il. Qurudulmuş balıq satırlar. Kimsə satır. Həyətə girib soruşmaq olar. Mağazada burada da bayaq dedim, içəridə hər şey çox bahadır adada. Buradan alıb adaya tərəf gedərsiniz. Kiçik bir mağazindir, içəridə hər şey var. Bir dənə də dondurma aldım. Şəhərin adı Şlisselburq olmasına baxmayaraq dəmir yol vağzalı Petrokrepost adlanılır. Gəlib çıxdım Sankt-Peterburqa. Evet, deməli kart aldım. Belə bir podorожник adlanır. Bu həm metro, həm trolleybus, həm tramvayda keçərlidir. Limitsiz almışam. Bir gün üçün 380 rubuldur. Kartın öz qiyməti də 90 rubuldur. Yəni bir gün ərzində bu kartdan limitsiz şəkildə istifadə edə bilirəm.
Burada da M1, M2, M3, M4, M5 stansiyalar var. Keçidlər var. Hal-hazırda indi M2-deyik. Bu şəhər mərkəzinə gedir. Biletimiz qalxıdırıq. Sankt-Peterburg'da başka bir atmosfera var. Şehir Moskvadan farklıdır. Burada insanlar daha aktifdir, daha mehribandır. Şehir çok canlıdır. Bu fəsildə iyul ayında səhv eləmirəmsə beyaz gecələr baş verir Sankt-Peterburg'da, Leningrad vilayətində. Demək olar ki, gecə olmur. Maksimum 2-3 saat hava tam qaranlıq olur. Qalan vaxtları isə tam aydın şəkildə. Hal-hazırda saat 10-dur. Görsüz, gündüz vaxtı kimi görsənir. Möhtəşəmdir Sankt-Peterburg. Şəhərə ən az 2-3 gün vaxt sərf eləmək lazımdır ki, gəzməli, görməli yerlərini gəzib dolaşasınız. Mən bir gün oldum, çox az vaxtım oldu. Heç nəyi demək olar ki, tam görə bilmədim. İstədim ki, bu çayda, kanalda katerlərlə gəzim, amma vaxtım, zamanım olmadı. Amma mütləq şəkildə mən yenidən qayıdacağam bu şəhərə. Dünyanın bütün böyük şəhərlərində, eləcə də Moskvada, Sankt-Peterburgda gələrkən həmişə ehtiyatlı olun. Çünki türklər demişkən dolandırıcılar çoxdur burada. Hər şeyə gərək diqqət edəsən, aldanmayasan, diqqətli olasan. Bir sözlə ehtiyat igidin yaraşığıdır deyiblər. Gəzin, dolaşın, səyahət edin, həm də aldanmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Yeni bir şəhərdə görüşənə qədər sağ olun, salamat qalın.